Dünyanın ən dağılmaz, ənkə motoru haqqında danışmaq istəyirəm sizə. Bu motoru heç kim sürə-sürə dağıda bilməyib indiyə kimi. Yəni normal qaydada maşını sürürsən və dağıda bilmirsən bu motoru. Yəni indi çəkiclə, kuvalla vursaz o başqa məsələ. Yəni normal qaydada bu heç vaxt mümkün olmayıb. Söhbət xırda-mırda motordan getmir. Söhbət yekə, ətli, peyli, kilolu Toyota motorundan gedir. Bu motor dünyanın ən etibarlı yeganə motorudur. Oradan 100 ton Range Rover, 200 ton nə bilim BMW, 500 ton Mercedes motoru da gətirsəz, UZ-FY seriyasına mık da eləyə bilməz. Yəni bunu tam əminliklə deyirəm sizə. Əfsuslar olsun ki, bu seriya ilə motorların istehsalı artıq 7 ildir ki, dayanıb. Çox əfsuslar olsun. 1989-2018-ci illərdə Toyota markası bu 8 silindr və 32 klapandan ibarət olan bədheybət motoru özünün ən bahalı maşınlarına qoyurdu. Və təbii ki, premium segment Lexus da bu siyahıya aid idi. 1 UZ, 2 UZ və 3 UZ motoru kimi dünyada ikinci dəmir yeyən motor yoxdur. Yəni, axtarıb vaxtınızı boşa verməyin. Yəni, bu boş iş olacaq. Ən balacası 4, ən maksimumu isə 4,7 litrlik həcmdədir. Yəni, əcdaha bir şeydir. Toyota'nın Crown, Soarer, Aristo, Land Cruiser, sonra deyim sizə, 4Runner, Tundra, Sequoia, Lexus'un da SC, SC, elə də o Soarer platforması və GS400, GX470, LX470 modellərinə quraşdırılırdı. Yəni, nə bundan öncə, nə də bundan sonra belə motorlar olmayacaq. Motoru qoyuram bir tərəfə. Yəni, indi heç Toyota'nın özü belə Toyota deyil. Nə Toyota'sı, nə Mercedes'i, nə bir başqası əvvəlki, əlbəttə ki, yəni o effekti verməyəcək. Verməyəcək bundan sonra. Zamanında nə kimi güclü texnologiya, metal, detal var idisə, hamısının istehsalını dayandırıblar. Yəni, bilirsiniz, şirkətlər artıq ağıllanıblar. Çünki tək maşın satmaqla əlbəttə ki, varlanmaq olmaz. Pul zapsasdadır. Ona görə də indiki heç bir maşında keyfiyyət axtarmayın. Kanala da abunə olun. Hələ sizə çoxlu deyəcəklərim var.